Salam, əziz YouTube istifadəçiləri, necəsiz? Ümid edirəm ki, yaxşısınız. Bu gün sizlərə lobya yeməyini necə asan şəkildə bişirmək olar onu göstərəcəm. Əvvəlcə lobyaları xırda-xırda doğradım. Daha sonra soğanları da eyni şəkildə doğradım. Soğanların lap xırda olmağına ehtiyac yoxdur, onsuz da bişərkən öləcək. Pomidoru da eyni şəkildə doğrayıram və ərzaqlarımızı bişirəcəyimiz tavaya əlavə edirəm. Biraz qarışdırdıqdan sonra üzərinə 2 stəkan su əlavə edib bişməyə qoyuram. Bu əsnada da kartofları kub-kub doğramağa çalışıram. Üzəri üçün yumurtanı da hazır edirəm. Gördüyünüz kimi lobyanın artıq rəngi dəyişib və mən yağ əlavə edib, daha sonra kartofları da əlavə edirəm. Biraz qarışdırdıqdan sonra üzərinə duz və sarı kök də əlavə edib bişməyə qoyuram. Kartofun bişdiyindən əmin olandan sonra üzərinə yumurtanı da əlavə edib azca bişməyə qoyuram. Və budur, artıq yeməyimiz hazırdır. Hazırlayacaq hər kəsə nuş olsun. İzlədiyiniz üçün təşəkkür edirəm.